bizə olan məlumata görə siz uzun illər xaricdə yaşamısınız. Deməli, hətta dissertasiyanız da olub. Amma yaxın müddətdə Azərbaycana qayıtmışsınız. Qayıtmağın səbəbini bilmək istəyirəm. Çünki son vaxtlar özünüz çox gözəl bilirsiniz ki, gənc mütəxəssislər olmur, artıq puxtələşmiş mütəxəssislər olur, hamısı xaricə gedir, amma sizdə əksinə olub, artıq respublikaya dönmüsünüz, hazır kadr kimi. Mən bu məsələ ilə əlaqədar demək istərdim ki, müstəqilliyini qazanmış respublikamızda bugün gənc bir kadrlara, onların potensial imkanlara sahib, xaricdə oxuyub, müdafiə edib gələn bütün kadrlara ehtiyac duyulduğunu bilirəm. Əlbəttə, yaxşı şəraitdə, yaxşı şərtlər daxilində xaricdə yaşamaq mümkündür, amma bugün respublikamızın bu böhranlı vəziyyətində onun müxtəlif sahələrində gəlib xidmət vermək mənim də bir vətəndaşlıq borcumdur. Bugün 96-cı ildə doğrudan da respublikamıza gəlib, mən hazıram deyib qolumu çərməliyib, yəni onun ən ağırla böhranlı bir sahəsində xidmət göstərməyi özümə borc bilərdim. Eyni zamanda məlumdur ki, bu respublikamızın başında peşəkar, müdrik bir prezidentimiz var. Onun diplomatik fəallığı, xaricdə yaşayan həmvətənlərlə mütəmədə görüşləri, eyni zamanda xarici investorların respublikamıza dəvətini təmin eləmək məqsədi